Değerli Avtop kanal izləyiciləri, hər biri salamlarıq, yeni videomuza xoş gəlmisiniz. Dostlar, birinci videomuzda sizə Lada Vaz avtomobilə təqdim etmək istəyirəm. Birinci avtomobilimiz 07, sahibi məlumatları versin. Salam əleykum. Maşın haqqında nə məlumat var, hamısını verəcəm tanısa. 2008 injektordur. Bir dənə karofkası 4 xırıldır, vassalam. Problemi bir dənə karofkadadır. 4 skoruslu, injektordur. 5 skoruslu. Arxasında da 2 dənə kalonkası, salonu səliqə vəziyyətdədir. Əlaqə nömrəsini deyərsiniz? 055 465 48 28. 48-28. Dəyişin nətə olub? Hə, olub. Olub. Mostunda, xada oyunda problem var? Yox. Təzə təkərlər, 4 dənə altında təzə təkərlər mövcuddur. İnjektor, motoru. Bagajı açılır. Bagaj. Zapaska təkərinə qədər, burası bu vəziyyətədir. 5500 isə inşallah sahibi qiymətini deyir. Realacı olsa qiymətdə də endirim olacaq. Əlaqə nömrəsi də deyildi. Maşınlar da qalır. Masazırda. Maşına da masazırda baxa bilərsiniz. Dostlar, növbəti bir avtomobili təqdim edeyim. Lada Vaz 07. Salonun səliqə vəziyyətdədir. Arxasında da 2 dənə kalonkası var. Neçə skoruslu? 5? 5 skoruslu. 2009-cu ildir. Bez detaldır. Məlumatlarını verəsiniz. Her şey qaydasındadır, heç bir problemi yoxdur. Skorusunuzu atı verim. Heç bir. Motorda yağımı yox, karabkada atımı yox. Bez detal. Qiymət nədir? 2009 6800'də. Bezdi. Zapaska təkərinə qədər sürdədir. Qiymət necə deyirsiniz? 6800. 6800. Dəyişli olmayıb bez detal. 6800'e əlaqə nömrəsi 388 60 44. 60-44. Mostunda, karabkasında, motorunda heç problem yox. Motor karabkaydı ya, aslında cüzilğıdır. Sözü səs var. O gələn şeydir. Onda kullan çıxacaq. Dostlar, sizə növbəti bir avtomobil təqdim edeyim. Lada Vaz 15. Məlumatlar verir bəs. 015'dir, 2006'dır. Qara metalikdir rəngi. Zavodskoydu, bez detal maşındır. Ekranda heç bir iş getmir. Ekranda iş getmir. Tərtəmiz. Dəri salonlandır. Öyle içine başına pul qoyulmuş maşındır. Video registrator, ön kamera, arxa kamera. 2006 deyilir. Qiymət istəyir. 6800 deyirik. Qrantlarında azalma problem var. Qətiyyən. Motorla yağ azaltma. Qətiyyən. Yox. Hamısı ideal vəziyyətdə. Qiymət neçə dediniz? 6800. 6800. Əlaqə nömrəsi 077 364 68 89. 68 89. Bəli. Avtomobil sürücü təqdim
nömrəsi üstündə hədiyyə. Dəyişən tal olub. Dəyişən tal da olub. Başqa bir əlavə etməzsə. Dostlar, sizə növbəti bir avtomobili təqdim edeyim. Lada Vaz 099. İli 99'dur. Salonu bu vəziyyətdədir. 2 dənə kolonkası var arxasında. Məlumatlar verəsiniz. Məlumatlar. Burası altı kosmetik ihtiyacı var. Yağ azaltma varıdır. Yoxdur. Ekranda iş gedir. Ekran olur bunlarda. Ekran var da. İşlər gedir. Gedər də yəni. Deyə belə sürü çarığı yoxdur. Yəni yüngül işlər olar. Ali. Əlaqə məsələsi. 070 650 2001 qiymət neçədir? 3300. Biraz olsa aşağı eləyərik. Maşın nerede qalır? Sumqayıt. Maşına Sumqayıtda baxa bilərsiniz. Dostlar, sizə növbəti bir avtomobili təqdim edeyim. Tofaş. İli 2004'dür. Arxasında 4 dənə kolonkası var. Məlumatlar deyə bilərsiniz. Ha. İstənilən yerdə yox, yoxda bilərik. 2004 motorlu yazıqlar da yox. Kapitan sprey. Beşin kol mu be? Sağ ol. Qiymət nə qədər? 5700. Biraz olsa şey olacaq. Bir də əlaqə nömrəsi? 070 404 74 nə oldu? Dostlar, növbəti bir 015'i göstərim. Məlumatdan verə bilərsiniz. 2012-ci il heç bir problem yoxdur. Motor, karabka, qranatlar hamı diyaldır. Hamısı icazə istəyir. Bəli. S güzgüləri, sonra mamorulu.
Arxasında aparatur yığılıb. Salonda sərgiyə vəzdədir. Sökü heç nə yoxdur. Pioner magnetofon, Port nöbətlanması. pultu da var. Qiymət 7700. 7700-də qiymət deyilir. 2012-ci ildə 7700-ə. Aşağı olsa, realize olsa, Real olsa olar. bir də əlaqə nömrəsi 77 303 0987. 0987. Havalar. Kapta sırası. Ekranda işte gelir. Yüngül iş olur. İngiliz olur. Çəkməsi, nə vurması, drajensi, elə şeylər yoxdur. Bəs dəyişən italı Dəyişən detal yoxdur. yoxdur. Sürü pastı var bəs. Heç nə çürük olsun yoxdur. Maşın göz qabağı, ideal maşın, polkar maşın. Yağız atma var. 5 umkasına kimi. 5 umkasına kim oldu? Sinə, qapılar, bagaj, ayaq altı, hər yer. Damla kimi 5 umkat. Motoru yazılma yoxdur. Yox, heç qəti. Sağ olun. Dostlar, növbəti bir avtomobili təqdim edeyim. Lada Priora. Sahibinin məlumatını versin. İl nədir? İli 2013'dür. Aha. 52 min zavod probegi var. Seçelə bilərsən orada. Aha. 11.500 manat. 11500 manat sahibi qiymətini deyir. Razı olsa da endirim olacaq qiymət. Olacaq əlbəttə ki. S güzgülərdir. Sonra Zavodskoy maşındır. Koltuğuna kimi zavodskoydur. Priora 1 idi, 2-yə yığılıb. Necə? Priora 1 idi, 2-yə yığılıb. Bu elə bir 2013'lü polnu fullardır. Yağış sensoru, kondisioneri zadı. Bir dənə iştin dəyişmişəm. Bunlar 2013'dən işdi biraz fərqli oldu. Bunlar tez ama deyirlərdi. Kondisioner işləyir də. İşdir. Kondisioner işləyir. Motorunda yağ azaltma var. Yox, 52 min probegi var yəni. Yağ azaltma mümkün deyil. Vuruq da olmuyor tabi. Bunun batıqları var, onlar yəni işlənib. O beskaska işləm oldu. Beskraska yox. Belə batıq oldu, işlənib. Amma belə deyim ki, 70-80% beskraskadır. Motor kondisioner asa bilərik. Motorxana biraz sıçdı. Bakabilmeye daha sıçdı. Qiymət nə qədər idi? 11500 deyirsiniz. Aha. En alca indirim var. Bir də əlaqə nömrəsi 051 885 0154. 0154. Dostlar, sizə növbəti bir avtomobili təqdim edeyim. Lada Vaz 06. Salonu bu cürdür. Arkasında 4 dənə kankası, bir dənə basamiki var. Zəhmət Slitrdə var. Zəhmət olmasa məlumatdan verəsin. 2005 deyilir. Yaxşı vəziyyətdə, heç bir problemi yoxdur. 5 korobka, 16 motor. 4 dənə altını təzə təkərək. Motorxanasının vəziyyətinə də baxaq.
Dərsin et olmayıb da. Bir daha akıllı değişim. Bir dakika. Bağırsız sprey. Sirtir de var orada. Belə qiymətinə qədər deyiz. Qiymətini. 5200. 5200 lira. Aşağı olacaq yalnız olsa. Ha olacaq. Məndən gəlindir endirim olacaq. Ha olacaq. Bir də- Senden yalan endim olacaq. Əlaqə nömrəsi 70 990 15 15. 15-15. Bu işin heç problem yoxdur. Motor, yağ azaltma, azayı heç yoxdur. Sürü pası yox. Heç.